Həmzə Eftali Mirzəoğlu, 2-ci qrup müharibə. Bəli. Bərdə şəhərinin. Bərdə şəhərinin Malicə ölkəsində. Bəli. Cənab Prezidentimiz də 2007-ci ildə dekabr ayında maşın hədiyyə verib bizə. Onunla belə sürürdük. Yəni xeyri məlumatımız yox idi. Radar yığışar. Maşında vay postunda Respublika qayıt tərəfindən əynəldi. Yəni şöyle malda dilləşi və radarım var, nəyim var. Və qeyd edirəm ki, biraz çətinlikdir, çox çətinlikdir. Mənim müalicə alınan, apres olmalıyam. Gönül birləşi yoxdur bölünmədə, o cəmi ödənməlidir. Mən son yekunu Vilayət Eyvazovun Allah canı sağ eləsin. Allah dəyməsin. Cənab Daxili İşlər Naziri, bəli. Yanına gedəndən sonra qəbulunda oldu. Qəbulunda olandan sonra. Hansı rayonda? Naftalan şəhərində də. Hansı ayında? Ayın 4-də. Sentyabr ayının 4-də. Vətəndaş qəbuluna yazılmışdınız, qəbuluna düşdünüz. Qəbuluna düşdüm mən də. Bəli. Çox asadlıqla, qəşəng səmimi. Orada səmimi qəbul elədi. Dərhal sərəncam verildi maşının buraxılmasına. Allah canı sağ eləsin, Vilayət Eyvazovun. Yəni, bütün vətəndaşlar hamın razılığını bildirir. Mən də o cümlədən. Allah kömək olsun. Orada sərəncam veriləndən sonra maşın oradan buraxıldı. Çəkilişlə buraxıldı postdan. Buraxıldı, eləndi. Mən də duranmadım ki, yox, mən məsəlsünləri bu cür insanın bir deməliyəm, bilməliyəm ki, yəni şəhid eləsinə, müharibə ərlərinə Vilayət Eyvazovun çox böyük dəstəyi var. Allah da o adama dəstək dursun, kömək dursun. Mən çox minnətdaram. Biraz ağrıyırdım, belirdim. Ürəyimə abrət qoyacaqdılar. Onunla bağlı mən girişmişəm. Maşın ayın 10-da bıraxılıbdır. Ayın 10-da bıraxılıbdır. Sentyabr ayının 10-da. Sentyabr ayının 10-da, bəli. Bıraxılıbdır. Mən cəhd etdim ki, onun səhərsi və bir suyunu mən öz nəfər deyim, bir sağ olmu deyəm də, minnətdarlığımı bildirəm. Vilayət müəllim, çox sağ olun, Allah sizə dəyməsin. Gələndə, Respublika qayıtçısına gələndə Ramiz Zeynolovdur, Rauf Maynovdur, Mavindi. Böyük qəşəng bir şeylə məni qarşıladılar. Cənab Nazir göstəriş tapşırıq verəndən sonra sizi Respublika Baş Yol Polisi İdarəsində qəbul etdilər sizi. Qəbul etdilər, mən yüksək səviyyədə. Neçə gün sonra, qəbuldan neçə gün sonra? 3 gün çəkdi arası. Zəng yolundu ki, yaxınlaşın da. Cərimə nə qədər cərimə idi? Cərimə 3800 var. Onun, yəni, hissə ödəniş? Hissə ödənməsini mən də razı oldum. Bəli. Çox böyük Rasim müəllimlə, Rauf müəllim, Ramiz Zeynolov. Yəni, o kollektivə minnətdarlığımı bildirirəm. Yəni, çox sağ olsunlar. Məsəl üçün, orada aşağı təbəqədə olan Həmzə müəllimdir və İzvaniya tərəfinə deyirəm. Allah canlarını sağ eləsinlər. Çox böyük, nəsə elə bilməni dedilər ki, nə ehtiyacdır burada, suyudur, çaydır. Hər bir şeylə məni özüm müəyyətdə qaldım məni. Orada mənə təqdim olundu və mənə orada yüksək səviyyədə baxıldı. Allah canlarını sağ eləsin və Vilayət Eyvazov mən görüşündə, ayın 4-də o eşitdi ki, bildi ki, mənim ürəyimə axılaqlı olacaqdır. Orada maddi köməkdarlıq elədi. Allah canını sağ eləsin. Maddi köməkdarlıq elədi. Ki, ailənin nəyəsə ehtiyacın, dedim, ancaq sizin sağlığınız. Allah sizə dəyməsin, Cənab Prezidentimizə dəyməsin. Yəni, mən bilirəm ki, mənim devlətim var, arxamda duran bir köməyim var. Allah köməyiniz olsun. Allah sizdən yesin. Çox sağ olun, mən də təşəkkür edirəm. Siz də 1-ci Qarabağ müharibəsinin qazisi olaraq 2-ci qrup əlilsiniz. Bərdə şəhərində yaşayırsınız. Mal Cafarov küçəsi dediniz. Bəli. Yəni, həqiqətən mən deyərəm, Respublikada yeganə nazirlik Daxili İşlər Nazirliyidir ki, Cənab Nazir Vilayət Eyvazov hər zaman hansı rayondasa vətəndaş qəbul eləyir. Orada vətəndaşların hamısı qəbul olunur və problemləri hamısı həll olunaraq geri qayıdırlar. Yəni, oradan ümidsiz qayıdan insan biz görmədik və mən ümid eləyərəm ki, Respublikada bütün nazirliklər, dövlət qurumları Daxili İşlər Nazirindən, Cənab Vilayət Eyvazovdan örnək götürərlər ki,
dövlətə, xalqa və cənab prezidentin siyasi kursuna cənab nazir Vilayət Eyvazov kimi xidmət göstərsinlər. Siz də bir Qarabağ qazisi kimi müraciət elədiniz bizə ki, bu təşəkkürü efir vasitəsilə çatdırasınız. Mən də çox təşəkkür edirəm cənab nazirimiz, general polkovnik, Daxili İşlər naziri Vilayət Eyvazova ki, hər zaman xalqa, dövlətə, cənab prezidentin siyasi kursuna sədaqətlə, vicdanla, fədakarcasına xidmət eləyir və bu gün də onun rəhbərliyi sayəsində Azərbaycan polisi bütün nəinki respublikada, ümumiyyətlə dünyada sözünü demiş bir polislərdir. İnsanlar, vətəndaşlar həqiqətən bugün polisə bir güvən, inam var. Bəli, hər hansısa bir ola bilər xırda negativ polisin hansısa biri, bu ümumi polisin adına yazılmalı deyil. Olur, bütün sahələrdə var. Amma ümumiyyətlə götürəndə çox böyük səviyyədə cənab nazirin rəhbərliyi altında Vilayət Eyvazovun Daxili İşlər nazirimiz. Bugün Azərbaycan polisi xalqın keşiyindədir, qoruyur, insanların, vətəndaşların təhlükəsiz yaşamasına şərait yaradırlar. Əziz izləyicilər, bax bu video müraciəti sizlərə çatdırdı. Ola bir söz ələ vereyim. Buyurun, buyurun. Və orada Daxili İşlər Nazirliyində istintaq və tədqiqat var. Bəli. Əgər onlarla məni işçilər, yəni orada Söyün müəllim var, Daşdəmir müəllim var, tanıdıqlarım. Daxili İşlər Nazirliyinədir, yoxsa tədqiqat istintaqın bəli, işçiləridirlər. bəli. Yəni ora mənim böyük bir onlara, yəni böyük bir sevgi, məhəbbətim var. Allah canlarını sağ eləsinlər. Allah onları var eləsin. Yəni nə bir şey olanda istintaq, tədqiqat dərhal başının üstünü alır və köməkdarlığını eləyir. Çox sağ olun. Dəyməsin, cənab Vilayət Eyvazov olmalılar. Çox sağ olun. Bu əlbəttə ki, cənab prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin və cənab nazir Daxili İşlər naziri Vilayət Eyvazovun qurduğu gözəl, necə deyim, siyasi bir xidmətdir ki, insanlara sədaqətlə, vicdanla xidmət olunsun. Sağ olun əzizlərlər, sizi Bərdə şəhərindən salamladıq və gördüyünüz kimi Bərdə şəhərində 1-ci Qarabağ müharibəsinin qazisi Talih Həmzəyevin təşəkkür, minnətdarlıq videosunu sizlərə təqdim elədik. Allah Azərbaycanımızı qorusun, Allah Müzəffər Ali Başkomandanımız, cənab prezident İlham Əliyev başda olmaqla Allah Azərbaycan polisini, ordusunu qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı. Biz qalib dövlətik, müzəffər ölkədə yaşayırıq, Müzəffər Ali Başkomandanımız var. Yaşasın müstəqil Azərbaycan dövləti. Var olun. Sağ olun efendim. Bax budur polisə, dövlətə güvən, inam. Bu reklam deyil, bəzi ağzı göçəklər indi yazacaqlar mənə ki, Orxan Yusufov yana başlayıb yaltaqlığa. Bu yaltaqlıq deyil, vətəndaşın dövlətdən gördüyü xidməti öz təşəkkürünü bildirir. Sağ olun, var olun əzizlərlə.